أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على البشير النذير والسراج المنير الطهر الطاهر المنصور المؤيد أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين، فلعنة الله على أعدائهم ومنكر فضائلهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الحكيم في كتابه محكم الكريم: بسم الله الرحمن الرحيم. يا أيها الذين آمنوا إذا قمتم إلى الصلاة فاغسلوا وجوهكم وأيديكم إلى المرافق وامسحوا برؤوسكم وأرجلكم إلى الكعبين. صدق الله العلي العظيم. والسلام عليكم ورحمة الله وبركاته. Əziz və dəyərli möminlər, bugünkü mövzumuzu istədim ki, bütün ibadətlərimizin açarı olan dəstəmaz mövzusuna həsr edəm. Bildiyiniz kimi, İslamda təmizlik çox mühüm bir yeri tutur. Hətta Peyğəmbər əleyhissalam mübarək kəlamlarının birində "Ət-təharatu şətrul iman", təmizlik imanın yarısıdır deyə buyurur. Bu hədis onu göstərir ki, bir adam istəyirsə ki, kamil mömin olsun, kamil möminliyin tam 50%-i məhz təmizliyə, təharətə bağlıdır. Yerdə qalan 50%-i tamamlamaq üçün digər işlərə əncam vermək lazımdır. İslamda təharət iki ana hissəyə, əsas hissəyə ayrılır. Birincisi fiziki və ya bədəni təmizlik, ikincisi isə mənəvi və ya əxlaqi təmizlik adlanır. Bədəni və ya fiziki təmizlik dedikdə, insanın özünün cismindən, cəsədindən, bədənindən tutmuş, onun yaşadığı, məskun olduğu evi, məhəlləsi, çevrəsi və s. hər bir şeyi təmiz saxlaması nəzərdə tutulub. Mənəvi təmizlik dedikdə isə qeyd etdiyimiz kimi gərək insanın düşüncəsi, əxlaqı, bir sözlə mənəviyyət dünyası tərtəmiz ola. Əgər insanın düşüncəsi, əxlaqı, Qur'an və sünnənin buyurduğu normativlərə uyğun deyilsə, o şəxsin möminliyindən belə söhbət gedə bilməz. Mənəvi təmizliyin özü də bir neçə qrupa bölünür. Ümumiyyətlə, Qur'an və hədis terminologiyası o qədər dərin mənaları ifadə edir ki, özündə. Məsələn, biz İslamda təmizlik sözünün iki kəlmə ilə ifadə olunduğunu görürük. Onlardan birincisi ət-təharə, ikincisi isə ən-nəzafə sözləri ilə başa düşülür. Ət-təharə mənəvi təmizlikə deyilir. Ən-nəzafə isə fiziki təmizlikə deyilir. Bəzən zahiri təmizlik yerində ola bilər, amma batini təmizlik yoxdursa, insan qeyri-təmiz, natəmiz adlanır. Məsələn, Qur'ana görə ayə buyurur ki, "İnnəməl müşrikunə nəcəs". Həqiqətən də müşriklər murdardılar. Deməli, əgər bir insanın əqidəsi normal deyilsə, Qur'an və
hədislərin buyurduqları üzərində deyilsə, o insan nə qədər zahirən təmiz olsa belə, təharət mərtəbəsində deyil. Onun sadəcə olaraq fiziki aləmi təmizdir, əyni, başı, bədəni, yatdığı, durduğu yer təmiz ola bilər, amma pak deyil. Deməli, təmizliklə paklıq bir-birindən fərqli anlayışlara məxsusdur. Anlayışları özündə, mənaları özündə daşımaqdadır. İslamda, Quran və hədis-i şəriflərdə biz görürük ki, elə ibadət növləri vardır ki, biz onları icra etsək, həm fiziki dünyamızı, həm mənəvi dünyamızı təmiz eləyə bilərik. Bunlar arasında ilk yeri tutan dəstəmazdır. İndicə diqqətinizə çatdırdığım mübarək ayə Maidə surəsinin 6-cı ayəsi idi. Uca Rəbbimiz, ey iman gətirənlər, namaza qalxdığınız zaman dəstəmaz alın və ayənin davamı məlumdur. Üzünüzü, əllərinizi yuyun, başınıza və ayaqlarınıza məsh edin deyə buyurmaqdadır. Peyğəmbər əleyhissalamın o cümlədən məsum əhl-i beytin mübarək kəlamlarını da bura əlavə etsək, görərik ki, dəstəmaz sözün əsl mənasında bizim gördüyümüz yalnız zahiri mənaları deyil, eyni zamanda özündə o qədər hikmətləri, o qədər dərin mənaları əhatə edir ki, onu yalnız məsumlar idrak edə, başa düşə bilərlər. Biz sadəcə olaraq onların tövsiyələrinə əməl etməklə, onların bizim üçün nəzərdə tutduğu müəyyən mərtəbəyə, müəyyən dərəcəyə nail ola bilərik. Dəstəmaz almaq bəyəm zahiri, fiziki təmizlikdirmi? Xeyr. Hətta bir adamın dəstəmaz üzvlərində maniyəsi olarsa, dəstəmazı batildir. Məsələn, hər hansı bir çirk dəstəmaz üzvlərinin birində istər məsh yeri olsun, istərsə də üz və qollar kimi yuyulma yeri olsun. Hər hansı bir maniyə, o maniyə ki, suyun bədənə yetişməsinə əngəldir, dəstəmaz batildir. Və yaxud da yayın isti cırhacırıdır, sərin bulaq başındasan, sərnimək adı ilə dəstəmaz alırsan. Dəstəmaz doğrudurmu? Nə qədər zahiri qayda qanununa riayət etsəm belə, fəqihlərimizin nəzəri bundan ibarətdir ki, əgər niyyət yalnız sərnimək üçündürsə və yaxud da bədənimdəki çirki aparım niyyəti ilədirsə, dəstəmaz batildir. Çünki dəstəmaz ibadətdir, Allahın əmridir, Rəsulullahın o cümlədən məsum əhl-i beytin göstərişidir və ilahi riyazət, yəni razılıq, ilahi razılıq niyyəti ilə alınmalıdır. Dəstəmaz xüsusi bir ibadət olduğuna görə hər kəs Allah razılığından başqa, məsələn, riya üçün görsünlər ki, mən dəstəmaz allam, hətta hər hansı bir üzvü yuyarkən, hansısa bir duanı oxuyarkən belə insanın qəlbindən zərrə qədər riyakarlıq keçsə, şəriət buyurur ki, həmin şəxsin dəstəmazı batildir. Niyə? Ona görə ki, dəstəmaz Allahın əmridir, dəstəmaz yalnız və yalnız uca Rəbbimizin əmrini yerinə yetirmək üçün alınmalıdır. Yoxsa riyakarlıq və ya sərnimək və ya bədənimdəki olan kiri pası aradan aparmaq və s. niyyətlər üçün olsa, dəstəmaz batildir. Dəstəmaz qeyd etdik ki, bütün ibadətlərin açarıdır. Deməli,
əgər dəstəmazımızı doğru etməsək, bütün ibadətlərimiz, hansı ki dəstəmaz vasitəsi ilə biz onları yerinə yetiririk, hamısı batildir. Açar olmadan qapını aça bilməzsən, qapını aça bilmədiyin üçün evə daxil ola bilməzsən. Dəstəmaz yoxdursa, namaz və digər ibadətlər yoxdur. Namaz və digər ibadətlər yoxdursa, o zaman vay halıva. Deməli, dəstəmaz alarkən, əziz möminlər, son dərəcə diqqətli olmalıyıq. Dəstəmaz alarkən əvvəlcədən düşünməli, özümüzü həm də elmi dillə desək, psixoloji olaraq hazırlamalıyıq və bilməliyik ki, biz nə işlə məşğuluq. İmam Cəfər Sadiq əleyhissalamın məşhur səhabələrindən biri Əbu Bəsir rəvayət eləyir. Deyir, İmam əleyhissalamla birlikdə idim. Həzrət qalxdı dəstəmaz almağa. Axşam vaxtı idi. İmam əleyhissalam elə ki, ovcunu suyla doldurdu, üzünə atanda gözləri səmaya sataşdı. İmam əleyhissalam o qədər o vəziyyətdə qaldı ki, sübh namazının vaxtı yetişdi. İmam əleyhissalam dəstəmazı bitirəndən sonra sual eylədim. Ağa, bu nə vəziyyət idi? Həzrət buyurdu, mən dəstəmazı alarkən gözlərim səmaya sataşdı. O gözlərim səmaya sataşarkən ilahi qüdrət haqqında düşünürdüm. Burada bir neçə bizim üçün ismarıc var, mesaj var. Birincisi odur ki, imamın bu hərəkəti onu göstərir ki, əgər mükəmməl dəstəmaz ala bilsək, gözümüzün önündəki pərdələr, hicablar aradan qalxar. Dəstəmazın bu dərəcədə gücü, qüdrəti var. İkincisi, bu rəvayət, bu hədis onu göstərir ki, əgər biz İmam əleyhissalam kimi dəstəmaz alarkən son dərəcə düşüncəli şəkildə onu almalıyıq. Yoxsa bayaqda qeyd etdiyim kimi əzalarımızı yumaq və sairə niyyətlə olmamalıdır. Bir nəfər gəldi Peyğəmbər əleyhissalamın huzuruna, dedi, ey Allahın Rəsulü, dəstəmazın nə kimi hikmətləri var? Niyə Allah əmr edir ki, namaza duranda üzünüzü yuyun, qollarınızı yuyun, başınıza məsh edin, ayaqlarınıza məsh edin. Bunların nə hikməti var ki, Uca Allah xüsusi bir ayə içərisində, xüsusi bir ayə olaraq bu əmri bizə göndərib və sən də hey xütbələrində bizə tövsiyə edirsən ki, dəstəmazlı gəzin, dəstəmaz alın. Bunun nə hikmət ola bilər? Peyğəmbər əleyhissalam dəstəmazın hikmətlərini beləcə izah elədi. Dedi, dəstəmazda ona görə üzümüzü yuyuruq, üz yuyulur ki, ilahi, sənin huzuruna üzü ağ gəlmişəm. Dəstəmazda qollarımızı ona görə yuyuruq ki, ilahi, əllərimlə etdiyim günahlardan tövbə etmişəm, onu təmizləyib gəlmişəm, onu təmizləyərək sənin dərgahına əllərimi qaldırıram, açıram. Ayaqlarımıza, başımıza məs etməkdə məqsədimiz odur ki, ilahi, başımda olan nə qədər pis düşüncələr var, onların hamısını sənə xatir silib attım. Məsh sözünün mənası silmək deməkdir, pozmaq deməkdir. Ərəblər silgiyə məmsəhə deyirlər, lövhəni silirik. Məsh sözünün mənası silib atmaq. Deməli, Peyğəmbərimizin kəlamından belə başa düşülür ki, biz ki başımıza məs edirik, onun mənası odur ki, nə qədər pis düşüncələr var idi, hamısını məsh vasitəsi ilə silib aradan apardıq. Ayaqlarımıza ona görə məshi çəkirik ki, ilahi, təmiz ayaqlarla sənin huzuruna qədəm qoyuram.
Dəstəmazın baxın belə hikmətləri var. Əlbəttə ki, bizim böyük alimlərimiz, fəqihlərimiz Əsrar-ül Vudu adında çoxlu sayda kitablar yazıblar. Dəstəmazın sirləri. Ona görə də, əziz möminlər, gəlin biz dəstəmaza sadə şəkildə deyil, uca Rəbbimizin əmri və bir ibadət olduğunu unutmayaq. Dəstəmazın insan üçün çoxlu sayda faydaları vardır. Qeyd etdiyimiz kimi, o faydalardan da biri insanın həm dünyəvi, həm də uxrəvi, yəni axirət faydalarınadır. Müttəqilərin imamı mübarək kəlamlarının birində buyurur ki, hər kəs süfrəyə əyləşdiyi zaman dəstəmaz alarsa, süfrəsi bərəkətli olar. Deməli, bu hədis onu göstərir ki, dəstəmaz bizim ruzimizə bərəkət yağdırar. Ona görə də yaxşı olar ki, tövsiyə edilir ki, hər yeyərkən biz süfrəyə dəstəmazlı oturaq. Hətta dəstəmaz o qədər zəruri bir göstərişdir ki, Peyğəmbər əleyhissalam bir kəlamında buyurur ki, hər kim dəstəmazsız olub, dəstəmaz almasa, mənə cəfakeşlik edib. Cəfa vəfanın əksidir. Bu, çox təkid eləyir ki, biz dəstəmaz alaq. Əgər təkcə bu hədisi qulağımıza sırğa edə bilsək, inanmıram ki, biz dəstəmazsız gəzək. Və dəstəmaz evdən çıxarkən almaq daha çox tövsiyə edilib. Çünki mübarək kəlamların birində əgər bir şəxs dəstəmaz alıb evdən çıxarsa, bir addımında uca Allah onun günahını bağışlayar, digər bir addımda isə uca Rəhman ona savab yazar. Deməli, istəyirsən ki, dəstəmaz vasitəsi ilə, daha doğrusu əməl dəftərində olan günahları oradan siləsən, oradakı savabların sayını çoxaldasan, çalış daim dəstəmazlı gəz. Çünki qiyamətin günündə bir neçə ayədə də göstərildiyi kimi, uca Allah kimin əməl dəftəri ağır gələrsə, savab baxımından həmən şəxsin nicat tapacağı, əks təqdirdə isə digərlərinin, yəni əməl dəftərində günahı ağır gələnlərin isə cəza görəcəyi haqqında məlumat vardır. Dəstəmazın xüsusiyyətlərindən də biri, əziz möminlər, imanı kamilləşdirər. Baxın, biz Peyğəmbərin, o cümlədən Əhl-i Beyt imamlarının mübarək kəlamlarını təhlil etdikdə, görürük ki, imanımızı kamilləşdirən bir neçə əməl var. Əgər biz o əməllərə ciddi riayət etməsək, biz kamil iman sahibi ola bilmərik. Məsələn, təkcə gecə-gündüz, gecələri ibadət edib, gündüzləri oruç tutmaqla kamil iman sahibi olmaq olarmı? Cavab mənfidir. Niyə? Çünki imanı təkmilləşdirən amillər məsumun özü tərəfindən sadalanıb. Madam ki, istəyirsən imanın təkmilləşə, gərək məsumun dediyi o xislətlərə riayət edib öz şəxsində birləşdirəsən o xislətləri. Bilirsiniz, Peyğəmbər əleyhissalamın bir neçə şəxsə xüsusi nəsihəti var. Əbu Zər Əl-Ğiffaridi onlardan biri. Onlardan biri müttəqilərin imamı Əli əleyhissalamdır. Əli əleyhissalama olan tövsiyələrinin birində Həzrət buyurur ki, Ya Əliyyü səb'ətun mən kunnə fihi fəqəd istəkmələ həqiqətəl iman və əbvabul cənnəti mufattəhətun ləh. Ey Əli, 7 xüsusiyyət kimdə olsa,
həmən şəxsin imanı kamilləşər və həmin şəxs üçün cənnətin 8 qapısı taybatay açılar. İndi deyəcək o hansı xüsusiyyətlərdir və görəcəksiniz ki, bu xüsusiyyətlərin birini etməmək deməli bizim imanımızın təkmilləşməsinə əngəl olacaq. İstəyirsən ki, tamam kamal ola, gərək bu 7 xüsusiyyətin hamısına riayət edəsən. Həzrət buyurur ki, mən əsbəğa vudu'əhu. Birinci şərt. Şərtin birincisi deyir, mən əsbəğa vudu'əhu. Demədi, ha, dəstəmaz ala. Dedi, hər kəs dəstəmazını mükəmməlləşdirsə, bir var deyə dəstəmaz ala, nətər gəldi dəstəmaz aldı, zahirən budur ki, sən dəstəmaz aldın. Amma ifadə tərzinə fikir verin, əsbəğə bir dənə olsun nöqtə işğal qoymaya o əməldə, həmi düşüncəsi baxımından könül, həm də zahiri qayda qanunlara əməl etməsi baxımından hər kəs mükəmməl dəstəmaz alsa, birinci şərt budur. Və əhsənə səlatəhu. Demədi namaz qılsa. Diqqət eləyin ifadələrə, bu məsumun ifadəsidir, Allah Rəsulunun ifadəsidir. Biz zahirən bunları başa düşürük, tərcümə eləyirik. Batini aləmində nə var? Məsumun özü bilər. Və əhsənə səlatəhu. Hər kəs namazını gözəlləşdirsə, namaz qılmağa hamı namaz qılır. Nə çox namaz qılanlar var. Əli əleyhissalamın təbirincə desək, onlara əyilib durmaqdan başqa bir şey qalmaz. Nə çox oruç tutanlar var, onlara boş mədədən başqa bir şey qalmaz. Adam burada bayıra çıxan kimi qeybət, söyüş, başqalarını təhqir etmək, şər, pis düşüncə, mənfi düşüncə, bir sözlə şeytanı mindirir boynuna, gedir. Peyğəmbər buyurur ki, mən əhsənə salatahu, namazı gözəlləşdirə. Bir nəfər gəldi İmam Sadiq əleyhissalamın yanına, dedi, ey Allah Rəsulunun oğlu, istəyirəm biləm ki, əməllərim Allah dərgahında məqbuldur, yoxsa yox. İmam əleyhissalam dedi, get bax əməllərinə. Əgər əməllərin Qur'anın, Allah Rəsulunun bizim göstərişlərə uyğundursa, deməli sənin namazın qəbuldur. Əks halda yox. İmam əslində ayəyə istinad eləmişdi. İnnə salata tənha anil fəhşai vəl münkər. Həqiqətən də namaz sizi hər növ çirkinliklərdən qoruyar. Deməli, əgər sən namazı burada qıl, çıxanda mənfi düşüncə, mənfi fikirlər, ondan sonra haram işlərə əncam vermisənsə, buradakı namazın sənin üçün bir faydası yoxdur. Ona görə də Peyğəmbər əleyhissalam əhsənə ifadəsini xüsusi olaraq işlədibdir. Və əddə zəkətə məlihi. Üçüncüsü, malının zəkatını ödəyə. Çünki zəkatı bir sözlə dinimizin əmr etdiyi maliyyə işlərini görməsək, o zaman həmi bizim ibadətlərimizin məqbulluğu sual altına düşmüş olar və həm də cəmiyyətin müəyyən təbəqəsi müsibətlər içərisində olar. Ona görə də uca Rəbbimiz harda əqimus salat sözün işlədibsə, yəni namazı qılın, dərhal ardınca və ətuz zəkət, zəkatı ödəyin deyib. Ona görə də imamlarımızdan birinin, İmam Cəfər Sadiq əleyhissalamın quruda və dənizlərdə baş verən müsibətlərin səbəblərindən birinin məhz insanların zəkat verməmələridir deyə məşhur bir hədis varımızdır. Dördüncüsü, və kəffə qəzəbəhu, qəzəbini boğa. Bilirsiniz, bizim imamlarımızdan birinin
7-ci imamımızın ləqəbi Əl-Kazim, yəni qeyzini, qəzəbini boğandır. Əlbəttə ki, Allah tərəfindən verilmiş hər bir xislət yerinə görə mübarəkdir, yerinə görə insanda olması zəruridir. Əgər insanda qəzəb qüvvəsi olmasa, insanda qeyrət qüvvəsi öz gücünü, öz mahiyyətini itirmiş olar. Amma yerinə görə müəyyən o dərəcədə olmalıdır. Amma elə ki, qəzəb ifrata vardı, o insanı haqsızlığa, o insanı zülmə tərəf sürükləyəcəkdir. Ona görə də qəzəbi boğmaq cənnətin açarlarından biri kimi təsvir edilmişdir. Və səcənə lisənəhu, ən çox müsəlmanların əziyyət çəkdiyi, şeytanın rahat yuva qurduğu dil məsələsidir. Peyğəmbər buyurur ki, dilini bağlasa, elə bir ifadə işlədib ki, o həzrət, səcənə əslində həbs etməkdir. Ərəblər həbsxanaya, türməyə sicin deyirlər. Və Allah digər orqanlarımıza nisbətən dilimiz üçün neçə qat pərdə çəkib. Dişlərimiz 1, dodağımız 2, bu fiziki pərdələrdir. Və Qur'anda daha çox dil ilə olunan günahlara qəti şəkildə cəza veriləcəyi bildirilib. Çünki bütün orqanlarımız içərisində ən çox günahı dil ilə edirik. Qeybət, böhtan, söyüş və s. Ona görə Peyğəmbərimiz buyurur ki, istəyirsən ki, mükəmməl iman sahibi olasan, cənnətin qapıları üzünə açıla, səcənə lisanəh, dilinizi gərək qoruyasınız. Və digər bir mühüm məsələ istiğfardır. وَاسْتَغْفَرَ لِذَنْبِهِ, Həzrət buyurur ki, 6-cı xüsusiyyət insanın, müminin istiğfar diləməsidir. 7-ci mühüm bir xüsusiyyət وَأَدَّ نَسِيحَةَ لِأَهْلِ بَيْتِ نَبِيِّهِ, Peyğəmbərinin əhl-i beytinin nəsihətlərinə əməl etmək. Hədisin əvvəlinə fikir verdinizsə, dəstəmazla giriş elədi, əhl-i beytlə çıxış. Möhür əhl-i beytdir. Möhür Əli övladı Əlidir. Əgər bir şəxs bütün işlərə əncam verə, amma Peyğəmbər əleyhissalamın əhl-i beytinə məhəbbət göstərməyə, onun etdiklərinin hamısı puça gedər. Səhih-i Müslümdə məşhur bir hədis var. O hədisə görə müttəqilərin imamı Əli əleyhissalam küfrlə imanı, nifaqla imanı bir-birindən ayıran meyar kimi verilib. İmam Əli bizim üçün bir meyardır. Uca Rəbbimizi and verək öz izzəti cəlalına xatir, bizi dünyada əhl-i beytin məhəbbətindən, axirətdə isə şəfaətindən binəsib etməsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Salavat.